Hər kəsə salam. Birinci sinif ingilis dili dərsinin izahına baxırıq. Birinci dərsimizlə tanış olaq. İlk səhifə 7-də görürsüz ki, həyətdə uşaqlardır, oturub oynayırlar. Onlar bir-birləri ilə danışırlar. Bu danışıqlar ingilis dilində səslənmə iləndir. Mən onları səslənmələrini açacağam. Siz dinləyəcəksiniz. Ondan sonra isə mən sizə izah edəcəm. Bu qayda ilə bütün dərslərimiz davam edəcək. İlk öncə listening, yəni qulaq asmaqları dinləyirik. Ondan sonra mən sizə hər bir sözün həm tələffüzünü, həm mənalarını, işlənmə məqamlarını, cümlədə necə olur, sual cümləsində necə olur və s. yazılışları da hər birini izah edəcəm. Gəlin başlayaq. Dinləyirik ilk öncə. Track 2. Nate and Kate, hi, hello. Nate and Kate, hi, hello. Hi, I'm Nate. Hello, I'm Kate. Aha, gördüyünüz kimi bir-birlərinə öz adlarını dedilər və salamlaşdılar. İngilis dilində salamlaşmaq hello və ya hi. Hello, hi. Hello, hi. İndi siz təkrar eləyin. Mən hər bir sözləri oxuduqdan sonra videonu saxlayın. Siz də mənimlə birlikdə təkrar edin ki, sözləri daha düzgün tələffüz etmiş olasınız. Bir daha deyirik. Hello, hi. Hər ikisi də salam deməkdir. Lakin fərqi budur ki, hello daha rəsmidir. Yəni özümüzdən böyüklərə, tanımadığımız insanlara hello deyirik. Ancaq öz dostlarımızla, yaxın ətrafımızla, ailəmizlə danışdıqda, ünsiyyətdə olduqda hi ifadəsini işlədirik. Hər ikisi də hello deməkdir. Qız və oğlan adlarını dedilər. Nate və Kate. Kate and Nate dedi orada. Kate and Nate. Həmin o and hissəsi vədir. Görürsüz burada aşağıda mən qeyd etmişəm. Pəmbə rəngli yazıda. Yazılışı anddır, tələffüzü isə and olacaq. Mənası və deməkdir. Davam edək. Qızla oğlan adlarını çəkdilər. Dedilər ki, I am Kate, I am Nate. Mən Kate-əm, mən Nate-əm. Görürsüz, I am Kate. I burada mən deməkdir. Am hissəsi, yəni am hissəsi bizdə cümlədə hərəkət bildirən sözdür. Kate isə qızın adıdır. Burada hərəkət yoxdur əslində bu cümlədə. Ancaq cümlə qurular zaman bizə köməkçi hərəkət bildirən söz lazımdır. Həmin o söz də burada am-dır. I am Kate. Yəni siz öz adınızı deyəndə, məsəl üçün I İbrahim, I Fidan desəz, bu doğru olmayacaq. Siz orada mütləq am ifadəsini qoymalısınız. Yəni əmin orada funksiyası budur ki, cümləni tamamlayır. Düzgün cümlə quruluşunu yaradır. Bizdə də elədir. Baxın cümləyə. Mən Kate-əm. Mən Kate-əm. Həmin cümlənin sonunda olan am hissəsi ingilis dilində am olan sözlə əvəz olunur. I am Nate, I am Kate. Mən Nate-əm, mən Kate-əm. İndi siz də kommentlərə öz adınızı həmin bu cümləyə olduğu kimi yazın. Bu cümləni biz daha qısa formada da deyə bilərik. Gördüyünüz kimi aşağıda am hissəsində A hərfini silmişik və də qısa olub. Bu qısa versiyanı daha çox tələffüzdə, yəni danışıqda istifadə olunur. I'm Kate, I'm Nate. I'm Kate, I'm Nate kimi tələffüz edilir. Gördüyünüz kimi yuxarıda vergülə oxşayan bir işarə var. Ona deyilir apostrof. I apostrof və M hərfi yazılıb. Yəni daha qısalmış versiyadır. I'm Kate, I'm Nate. Belə. Bura qədər anlaşılmayan bir şey varsa, yenə deyirəm, videonu saxlayın, kommentlərdə yazın, soruşun. Mən sizə hər birinin izahını verəcəm. Davam edək. Burada kitabın sonunda bir şeir parçası verilib
bir xeyli cümlə var. İlk öncə dinləyirik, sonra hər bir cümlənin mən sizə izahını və düzgün oxunuşunu deyəcəm. Başlayaq. Hazırsınız? Dinləyirik. Track 3. The Happy Campers Song. All right, happy campers. Are you ready? Are you ready? 1, 2, 3. Clap your hands and move your feet. Let's have fun. Dance to the beat. Happy campers everywhere. Happy campers, hands in the air. Spin around, move your feet, hands up high, clap to the beat. Spin around, move your feet, hands up high, clap to the beat. Clap your hands and move your feet. Let's have fun. Dance to the beat. Happy campers everywhere. Happy campers, hands in the air. Spin around, move your feet, hands up high, clap to the beat. Spin around, move your feet, hands up high, clap to the beat. Spin around, move your feet, happy campers, clap to the beat. Everybody out, spin around, move your feet, hands up high, clap to the campers. Aha, mahnımız bitdi. İlk öncə onu qeyd edeyim ki, siz dil öyrənməyə yeni başlamısınız. Təbii ki, burada sözləri düzgün oxumaqdır, mənasını başa düşməkdir. Bunlar sizi almayacaq. Ona görə ilk öncədən narahat olmayın. Sadəcə buna qulaq asın ki, artıq qulağınız öyrəşsin. İngilis dilində sözlər necə tələffüz edilir, hansı yerlərdə daha yüksək səslə, daha alçaq səslə oxunur. Ümumilikdə sözlərin oxunuşudur, melodiyasıdır. Bunları anlamağa çalışın. Ona görə narahat olmayın ki, ilk dərsdən elə cümlələrdir, sözlərdir. Xeyr, bu sadəcə ilkin olaraq sizi həvəsləndirmək, motivasiya vermək üçün bir mahnıdır. Gəlin indi cümlələrin mənalarına baxaq. Oxuyaq. The Happy Campers Song. Xoşbəxt düşərgəçilər mahnısı. Düşərgəçi yəni dağlıq ərazidə, meşəlik bir yerdə istirahət eləyən, çadırlar qurub müəyyən bir gün ərzində orada səyahət edən, yeni şeylər kəşf edən insana campers deyilir. Yəni düşərgəçi, yəni çadırda yaşayan insan mənasını verir. Mahnımız yəni onlarla əlaqəlidir. Happy xoşbəxt deməkdir. Görürsüz necə yazılıb? Happy xoşbəxt deməkdir. Song mahnı deməkdir. Baxaq. Clap your hands. Clap your hands. Əl çalmaq deməkdir. Clap əl çalmaqdır. Your hands-dakı sənin əllərin, yəni əllərinlə əl çal mənasını verir. Clap your hands. Digərinə baxırıq. And move your feet. And move your feet. Və hərəkət et ayaqlarını. Yəni mahnını artıq eşidirsən, əl çalırsan və ya atlanıb, tullanıb hərəkət eləməyə, yəni rəqs etməyə başlayırsan. Səni onlar rəqs etməyə, əylənməyə çağırır. And move your feet. Move hərəkət etməkdir. Your feet ayaqlarınladır. Sənin ayaqlarınla. Davam edək digərinə baxırıq. Let's have fun. Let's have fun. Gəlin əylənək. Have fun bir birləşmədir və əylənmək, xoşbəxt olmaq mənasını verir. Let's isə hadi, gəlin, başlayaq. Yəni cümlənin əvvəlində gəlir, insanı bir motivasiya verir, hərəkətləndirir. Digərinə baxırıq. Dance to the beat. Dance to the beat. Ritmə uyğun olaraq rəqs edin deməkdir.
Dance rəqs etməkdir. To the beat rhythm deməkdir. Yəni ritmə uyğun rəqs edir. Yəni əl çalırıq, atlanıb tullanırıq və ona uyğun da, yəni səsə uyğun da rəqs edirik. Digərinə baxırıq. Happy campers everywhere. Happy campers everywhere. Xoşbəxt düşərgəçilər hər yerdədir. Happy xoşbəxt deməkdir. Campers bayaq izah etdik, düşərgəçi və everywhere hər yerdədir. Every hər deməkdir. Where hara deməkdir. İkisi birləşəndə bir söz yaranır, hər yerdə mənasını verir. Xoşbəxt düşərgəçilər hər yerdədir. Davam edirik. Happy campers hands in the air. Happy campers hands in the air. Xoşbəxt düşərgəçilər əllər yuxarı, əllər havaya. Yəni hadi əl çalmağa davam edin. Happy campers xoşbəxt düşərgəçilər hands in the air. Hands əllər deməkdir, in the air havada deməkdir. Yəni əllər havaya, alqışlayın. Davam edək. Spin around, move your feet. Spin around, move your feet. Yerində fırlan, yəni əl çala-çala rəqs et. Move your feet, yenə də nə oldu? Ayaqlarını hərəkət et. Move hərəkət etməkdir. Your feet isə sənin ayaqların mənasını verir. Ən sonuncuya baxırıq. Hands up high. Hands up high, clap to the beat. Clap to the beat. Əllər yuxarı, high yuxarı deməkdir. Up high yuxarı, hands əl, əllər yuxarı. Clap to the beat, ritmə uyğun əl çal. Clap əl çalmaq deməkdir. To the beat isə ritmə uyğun mənasını verir. Gördüyünüz kimi mahnımızın hər bir cümləsinin mənasını, izahını verdik. İndi davam edək. Digər səhifə keçirik, səhifə 8-ə baxırıq. Burada başlıqda yazılıb, məsəl üçün, Unit 1, Lesson 1. Bunların mənasına baxaq. Unit yazılır, baxın, U hərfi, amma biz onu Y kimi oxuyacağıq. Unit 1, Lesson 1. Bölmə 1, dərs 1. Burada şəkildə görürsünüz, rəqəmlər var. Yəni, biz bu dərsdə rəqəmləri keçirik. Rəqəmlər necə yazılır, necə oxunur. Yəni, riyaziyyat dərsində keçdiyiniz rəqəmlərdən söhbət gedir. Sonra burada səsdə qulaq asırdıq, mahnı kimi, digər qız və oğlanın adını, salamlaşmanı dediyi kimi. Həmin o qulaq asdığımız musiqi faylına track deyilir. Videoda səslər başlayanda, məsələn, deyəcək ki, track 4, track 1, yəni onu eşidəndə artıq başa düşək ki, nə demək istəyir. Yəni, dinləmə faylı 4, dinləmə faylı 5. Baxın, burada görürsünüz, bir mişqa kimi bir emoji yanında 4 yazılıb. Yəni, onu demək istəyir ki, əvvəlcə qulaq asın səsə, sonra artıq yenidən təkrarlayın. Və dərsi öyrənəndə ən əsas şey qulaq asdıqdan sonra qulaq asdıqlarınızı təkrarlamaqdır ki, sözləri daha yaxşı, daha düzgün formada deyə biləsiniz. Sonra aşağıda məsələn əlavə bir yazılar var. Listen and point. Listen and point. Qulaq asın və göstərin. Necə göstərir? Barmaqla. Görürsünüz, yuxarıda o bir rəqəmin yanında barmaq işarəsi də var. Yəni, barmaqla da göstəririk kitabdan. Həm izləyirik, həm qulaq asırıq ki, yerlərini qarışdırmayaq, daha yaxşı dinləmiş olaq. Həmin səsdə biz eşidəcəyik vocabulary. Vocabulary lüğət deməkdir, yəni söz ehtiyatı. Söz ehtiyatı nədir? Yəni, biz dil öyrəndikdə, ümumiyyətlə danışdıqda sözlər işlədirik ya. Hansı dili danışırıqsa, o dildə olan sözlər söz ehtiyatı olaraq adlanır. Yəni, o dildə işlənən sözlər. Bu səsdə vocabulary sözü də var. Ona görə öncədən deyirəm ki, artıq o sözü eşidəndə biləsiniz ki, mənası nə deməkdir. Aşağıda yazılıb 2 rəqəmində yazılıb then echo. Then echo nədir? Dinləməkdir.
daha doğrusu dinləyirsiniz, sonra eko təkrarlayırsınız. Yəni əks səda kimi səsdə eşidirsiniz, eşitdiklərinizi təkrarlayırsınız. Yəni qulaq asırıq, sonra təkrarlayırıq. Ən gözəl öyrənmə üsulları budur ki, qulaq asdıqdan sonra təkrarlamaq. Gəlin başlayaq. Track 4. Listen and point. Vocabulary. 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 1, 1, 2, 2, 3, 3, 4, 4, 5, 5. Vocabulary. 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 6, 6, 7, 7, 8, 8, 9, 9, 10, 10. Vocabulary. 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 Aha, gördüyünüz kimi dinləməmiz bitdi. Gördünüz, vocabulary sözünü neçə dəfə işlətdi. Deməli, vocabulary nə deməkdir? Lüğət deməkdir. Track nə oldu? Dinləmə faylı. Listen and point. Listen and point. Dinlə və göstər. Yəni, eşitdikcə barmağınızla rəqəmləri bir-bir izləyin ki, çaşdırmayasınız. İndi gəlin bir-bir rəqəmlərin yazılışına və deyilişinə baxaq. 1, 1, 1, 2, 2, 2, 3, 3, 3, 4, 4, 4, 5, 5, 5, 6, 6, 6, 7, 7, 7, 8, 8, 8, 9, 9, 9, 10, 10, 10. Gördüyünüz kimi bütün rəqəmləri, yazılışları da var və deyilişləri də var. Bunları hər birini dəftərinizə yazırsınız və çoxlu dinləyib təkrar edirsiniz. Ən gözəl öyrənməyin yolu budur. Dinlə və təkrar et. Və bir dəftər götürün, artıq hər öyrəndiyiniz yeni sözü, ən azından hər sözdən bir 3 sətir, 2 sətir yazın ki, yazılışların da yaxşı yadınızda qalsın. Çünki görürsünüzsə, fikir verirsinizsə, sözlər yazıldığı kimi oxunmur. Məsəl üçün, bir sözü one, hə? Amma necə yazılır? O nə? Yəni, biz burada one yazırıq, ancaq oxuyuruq one, two, hə? Two deyirəm, amma necə yazılıb? T, W, O. Görürsünüz, fərqli yazılıb. Mən amma başqa cürə deyirəm. Sonra 3, 3. T, H, R. 3 dənə hərf yan-yana gəlib. Mən onu 3 deyirəm. Axırda 2-ni də 2 dənə E-ni uzadıb I kimi deyirəm. 3, 4, 4. Görürsünüz, demirəm for. For demirəm, deyirəm for. Yəni, sondakı R-nı silirəm. Sadəcə uzadıram. 4, 5, 5. Sondakı E-ni oxumuruq. Məsələn, bir sözündə one. Axırdakı E-ni neynədik? Oxumadıq. Baxın, 1-9-a. 9, 9. Gördünüz? Yenə sondakı E-ni oxumadım. Yəni, sözlər başqa cür yazılır, başqa cür deyilir. Ona görə həm yazılışı ayrı öyrənirik, həm də onların deyilişlərini öyrənirik. Davam edək.
Səhifə 9-a keçdik. Burada uşaqlar var. Uşaqlar görsəz salam eləyir. Biz burada bu dərsdə qarşı tərəfdəkindən adı necə soruşulur və biz ona necə cavab veririk, sağollaşmaq necədir, bunu öyrənirik. Dərsin əvvəlində salamlaşmağa keçmişdik, indi isə sağollaşmağa baxırıq. Listening var, yəni qulaq asmaq. İlk öncə mən sizə deyim, orada nədən danışılır ki, artıq eşidəndə başa düşəsiniz. Deyilir. What is your name? What's your name? Sənin adın nədir? What's your name? My name is Lee. Mənim adım Lee'dir. My name is Lee. Mənim adım Lee'dir. Goodbye. Goodbye. Sağ ol, hələlik deməkdir. Gəlin indi yenə qulaq asmaq üçün olan səsə baxaq. Ondan sonra yenə davam edərik. Track 4. Listen and point. Üzrlü sən yanlış səsi açdım. Track 5. Listen, then echo. Vocabulary. Vocabulary. Yox, yenə doğru olmadı. Səsləri Track qarışıb. 6. Listen İndi and doğrudur. sing. Qulaq asaq. Then act it out. Hi, friend. One, two, three. My name's Lee. One, two, three. My name's Lee. Hi, hi. What's your name? 4, 5, 6. My name's Nick. 4, 5, 6. My name's Nick. Hi, hi. What's your name? 7 and 8. My name's Kate. 7 and 8. My name's Kate. Hi, hi. What's your name? 9 and 10. My name's Jen. 9 and 10. My name's Jen. Bye, bye, bye. Goodbye. 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 Səslənməmiz bitdi. Deməli, biz burada nə öyrəndik? Ad soruşmaq. What's your name? My name is Lee. İndi hər biriniz videonu saxlayın və hərə öz adını əvvəl sual kimi yazsın. Yəni belə deyək, özünüzə sual verin. What's your name? Qarşılığında da yazırsınız ki, my name is məsəl üçün Lalə, my name is Kənan və ya İbrahim. Sizinlə tanış olmağa çox məmnun olaram. Ona görə cavablarınızı gözləyirəm. Sağ ol eləyəndə də deyirəm goodbye. Goodbye. Görürsüz, G-O-O-D yazılır, amma mən onu good oxuyuram. Yəni 2 dənə onu uzadıb U kimi eləyirəm. Goodbye. Goodbye. Burada deyir də əvvəldə hi friend. Yəni salam dostum. Friend dost deməkdir. 1, 2, 3. Təbii artıq öyrəndik. 1, 2, 3. My name is Lee. Mənim adım Lee'dir. Hi, hi, hi. Yenə salam, salam, salam. What's your name? Sənin adın nədir? 4, 5, 6. 4, 5, 6. My name is Nick. Mənim adım Nick'dir. Hi, hi, hi. Salam, salam. What's your name? Sənin adın nədir? 7 and 8. 7 və 8. My name is Kate. Mənim adım Kate'dir. Hi, hi. Salam, salam. What's your name? 9 and 10. 9 və 10. My name is Shan. Mənim adım Çandır. Bye bye. Goodbye. Sağollaşarkən bye bye və ya goodbye deyə bilərik. Bunlar da səmimi sağollaşmaq ifadəsidir. Burada şeir kimi verilib bu. What's your name çox işlənib. Ona görə çox işlənir ki, siz çox eşidəsiniz ki, artıq onu öyrənəsiniz. What's your name deyəndə sizdən nə soruşulur və siz bunun qarşılığında nə deməlisiniz? Öz adınızı deyirsiniz. What is your name? Bunu dedik. Mənim adım filan şeydir. Və ya sənin adın nədir? Sual kimi. Biz bunu qısaldılmış versiyada da soruşa bilərik. Bu da nəyə uyğundur? Danışıqda daha çox istifadə olunur. What's your name? Bir var deyirəm, what is your name? Daha uzun deyirəm. Amma daha qısaldılmış belə olur. What's your name?
Daha qısa. Cavabında da sadəcə ad deyirəm bu zaman. Demirəm my name is Əminə. Mən daha qısa olaraq sadəcə öz adımı deyirəm. Sonra qarşı tərəfdən yaş soruşmaq lazım olanda, soruşmaq istəyirəm ki, sənin yaşın neçədir? O zaman belə deyəcəm. How old are you? How old are you? Sənin yaşın neçədir? Cavabında deyirəm ki, I am 8. I am 8. Mənim 8 yaşım var. Tərcüməsi əgər söz tərcümə eləsək, mən 8-əm olur, amma elə deyil. Azərbaycan dilinin tərcüməsi ilə ingilis dilinin tərcüməsi fərqlidir. Ona görə hər dili öyrəndikdə ifadələri, cümlələri o dilə uyğun olaraq öyrənmək lazımdır. Bir daha deyirik ki, sənin neçə yaşın var soruşmaq istədikdə belə deyirəm. How old are you? How old are you? How old are you? Cavabında deyirəm ki, I am 8 və ya I am 9, I am 5. Neçə yaşınız varsa onu qeyd edirsiniz. İlk dərsimizdən bu qədər. Gələn dərslərdə görüşənədək. Bye bye.